canlı bağlantıya qoşulacağıq. Söhbət Xankəndidən gedir. Bizim əməkdaşımız Şöhrət Eyvazov hazırda Xankəndidədir və çaydan danışırıqsa, çay içmə ənənələrindən danışırıqsa, təbii ki, biz Qarabağdan danışmamağımız qeyri-mümkündür. Bir samovar çayı dəmlənəcəkmi bugün? Tam yerinə düşəcək. Şöhrət bəyi görmək istəyirik biz artıq canlı bağlantıda. Sabahınız xeyir olsun. Salamlayırıq. Bəh, bəh, bəh. Mənzərəyə baxın. Gözəl. Söz sizdədir Şöhrət bəy, buyurun. Bəli, sabah xeyir, müsafirlərimiz sizləri salamlayırıq. Biz Xankəndidə şəhərin mərkəzində, bura gələn çox az adam bilir ki, Xankəndi şəhərində belə bir təbiət boyunu var, belə və təbiət boyunda bir istirahət düşəsi var. Bəyəklərimiz seçdim oradan. Həmin dediğimiz gastroturizm üçün də bura çox əlverişli yerdir və həmin məkanların birindəyik, amma biz ondan yox, bugün buradakı belə deyək, bitki çaylarından, buranın həmin onunla bağlı bitki belə deyək, florasından danışacağıq və gördüyünüz kimi artıq burada Kəkotu çaylarını da dəmləyiblər bizim xahişimizlə buranın belə deyişçiləri. Biz indi çayçıdan bu çayların dəmlənməyi haqqında da məlumat alacağıq. Amma mən xahiş edirəm operatordan göstərdi. Bəzi burada var. Yeni bizim üçün, sırf bizim üçün, tamaşaçılarımız üçün bu Kəkotunu yığdılar. Bir neçə dəqiqə bundan əvvəl. Gördüyünüz Kəkotu, kəhliyotu deyilən bir itayımızı. Cövhər nanə deyilir bu, cövhər nanə. Nanə çox yerdə də var. Qızılgül qurusu təqdim edirik. İtburnu çiçəyi, itburnun tək özü yox, çiçəyi də artıq onun mövsümüdür. Və melisa deyilir, bu əsəblər üçün olan çay. Onların bəzilərini bir çayçıdan soruşacaq dəmlənmə qaydalarına. Amma mən əsas bu kəhliyotu ilə bağlı danışmaq istəyirəm ki, yəni bu günləri Azad Qarabağda belə deyək, ən gözəl çaylarından biridir bu kəhliyotu və biz mən gələrkən biz interneti araşdırdım və bizim özümüzdə müsahibələr almışdıq Elmlər Akademiyasının alimlərindən. Burada 800-dən çox bitki növü var idi ki, onların bir çox hissəsi artıq erməni işğal dövründə demək olar ki, sıradan çıxma təhlükəsi ilə rastlaşmışdı. Amma hal-hazırda şükür ki, torpaqlarımız azad olduğu kimi təbiətimiz də azaddır və bunlar da öz belə deyək, keçmişinə qayıdırlar. Sualınız varsa buyurun. Sualımız nə olacaq? Biz sadəcə ora gəlmək istəyirik. Sizin yanınızda hazırda olmaq istəyirik. Çox gözəl görüntülərdir, çox möhtəşəmdir. Azərbaycan çayı... Bütün maraqsızsa, vaxtımız varsa... Buyurun Şöhrət bəy, buyurun. Sizdədir. Necə dəmləmək alıyorsunuz? Təhliyonun dəmləmək. Aslında her zaman təhliyonun o zamanlarda yapabilirsiniz. O zamanlarda müzəffat taparım, 15 dəqiqə hazır olmalıdır. Hansı olsa? Famosa 15 dəqiqə aslında tam olmalıdır. Öz samovarın üstündən yapışdı, elə mi elə? Samovarın üstündə en güzel paylaşılmış, samovarın üstündə en güzel tam olmalıdır. Kimə çox içmə, yaz içməklə bağlı? Çok içmək də olmaz onu. Çok səndə tam təhliyonu atmalıdır. Bu otlarda təzə girirsiniz, elə mi? Otlarda təzə girirsiniz. Bu zamanımızda müzəffat tanıştığımız çok güzel olmuş buralara. Ən əsas ikisinin mövsümü, elə mi? Bunlar bir dəqiqə mövsümlərdir. Bunlar biz dərərkən də köşəyə toxunmuruq ki, gələcəkdə artsın. Yəni ən vacib məsələlərdən biri bunu dərərkən Xankəndilər Şuşadan, Laçından lütfən dibindən çıxartmaq olmaz da. Çünki o köşələr qorunmalı ki, gələcəkdə gedə artım olsa. Təşəkkür edirəm. Sualınız varsa davam edə bilərik. Çox sağ olun Şöhrət bəy. Təşəkkür edirik. Sizə də, çayçımıza da təşəkkür edirik. Nuş olsun sizə, bəh. Həqiqətən də təbiətdə orada bir başqa gözəldir. Sabahın bir hissəsini virtual olaraq biz həm də Xankəndidə açdıq, Kəkliyotulu çayı. Nuş olsun sizə. Dəmliyiblər, süzürlər, içirlər, nuş olsun və sevə-sevə sizin yanınızda olmaq istərdik. Çox sağ olun ki bizi... Amma o ruhu ötürə bildilər bizə. Xankəndidən də bizi agah elədiniz bu sabah. Amma nə qəşəng düzgün bir mesaj verildi. Əgər kəkliyotu dərirsinizsə, xahiş nədir, rica nədir, onu elə dərin ki, kökünü çıxarmayasınız. Ki, davamı gəlsin. Çünki davamı gəlsin, davamlı bitsin həmin bitki. Çox vacib bir mesajdır. Əgər hansısa bir bizim dağlarımıza getsəz, çox yerdə var da Azərbaycan bölgələrində dərəndə ehtiyatlı olaq ki, sonra yenə yetişsin. Başqalarına da qalsın, başqaları da yararlana bilsinlər. Çaydan əbəs yerə bugün bu qədər çox danışmırıq, çünki beynəlxalq çay günüdür.